Banunun bilirsiniz ki, uşaqlar, atası Həzrət Aydın 2-ci Qarabağ müharibəsində son damla qanına dək döyüşmüş, konuşmuş və torpaqlarımızı ermənilərdən nə etmişdir? Azad etmişdir. Ermənilərdən azad etmişdir. Bu qəhrəmanımızın qızı Banuya mənim arzuları nə ola bilər? Banu, sənə arzum olur ki, mən səni, digər uşaqlara da həmişə arzularında bilirəm, mən səni zərbətçilər statusunda havalmağını arzu edirəm. Hər zaman bir qəhrəmanın qızı olduğunu unutmayasın. Və sən əgər yüksək nailiyyətlər, müvəqqətlər əldə edərsənsə, o bizim qəhrəmanımız Həzrət Aydına da agah olar. Həmişə arzumdur ki, bana üzündən, şöhrəndən o düşün əsr olmasın. Sənin gözlərindən axan göz yaşları bundan sonra həmişə sevinç göz yaşları olsun. İndi uşaqlar, yoldaşlarımızdan Murad Əli, Dəniz, İnci, Leyla öz hədiyyələrini Banuya təqdim edəcəklər. Texnologiya dərsində mən sizə icazə verəcəm, şərait yaradacağım. Siz müxtəlif rəsmlər çəkərək, müxtəlif plastildən figurlar düzəldərək Banunun ad gününü təbrik edə bilərsiniz. Öz ürək sözlərinizi o vərəqlərin üzərinə, album vərəqin üzərinə köçürə bilərsiniz. Və Banunun gün evə gedəndə çoxlu sizin təbriklerinizlə gedəcək. Banun'a el çalıp bugünü daha güzel etmişsen qədəmlərinlə. Arzular səslənir sənin doğum günündə. Sen güləndə, sevinəndə uzaq durur həyatdan qəm-kədər. Yaxşı ki dünyaya bugün göz açmısan sen. Bütün sevənlər səni gözlədi hər anı, hər günü, ötən hər dəqiqəni söyləsin. Ad günün mübarək, hər yaşa sevincinə qədəm at. Ürəyi səninlədir, doğmaların, dostların yaxın.